deyir ki, siz gedin xaricdən alın, gətirin də. Nə zadı var ki, ehtiyac var ki, siz özünüz qidalandırarsınız. Bu bəhanə ilə gələcəkdə qidalandırarsınız. Və burada məsələ vardı. Bir məsələ budur ki, Tehran rejiminin həm o preksi qruplar, o yan qruplar məsələsidir ki, teröristləri kontrol eləmə məsələsidir. Ondan sonra dedim ki, nədə füzələr məsələsidir. Füzələr çox təhlükəli bir zaddadır ki, bunlar da hər zaman hədələyirlər. Demək ki, dünən, bu günləri deyəsən, Xameneinin söhbətlərinə baxırdınız. Yenə də deyildi ki, İsraili məhv etmək lazımdır. Ondan sonra bu Amerikaya etibar yoxdur və onun qəzetası Keyhan onun əlindədir. Da o şəriət mədarı onun adamıdır. Məsələ buradadır ki, bu İran adlanan yerdə Xamenei özü hamıdan çox düz təhlil edir. Xamenei düz danışır bir dəfə də olmuş olsa. Deyir ki, bu razılığa gəlməyə, bu danışıqlar bir yerə çatmaya, İran adlanan yerdə heç bir çətinliklə çözülməyəcək. Heç bir problem demək ki, aradan getməyəcək. Yəni bilir ki, burada ekonomi çəkib, indi Trump hər oyun eləsin. Amma məsələ budur, bu İran adlanan yerdə millətlər, insanlar, cəmaat aş istəyir, iş istəyir. Demək ki, adamla gələcək, Şəhriyar şeir yoxlayacaq. Ya nə deyirsən, sən dəli sözdə deyirlər, dəli deyir bu deyəsən. Cəmaat aş istəyir, iş istəyir, əlac istəyir, rahatlıq istəyir. Onu siz bilirsiniz, biz burada oturmuşuq, danışırıq və Amerika vurar, vurmaz. Amma hesab edin ki, İran adlanan yerdə 85 milyon insan qorxuda keçir. Bu rejim də orada bütövlüklə hazırlıq görür, ondan qorxudadırlar ki, bu dəqiqə gələr İsraili vurar filanlar. Həyəcan içində və narahatlıq içindədir və bir yandan da bütün demək ki, gündəlik yaşamın çətinlikləri məsələsi var. Rejimdə ki, başdan ayağa millətlər, insanlar üçün sıxıntıdır. Başdan ayağa, yəni yenə də söyləyirəm, adam xamlayır, gəlir Bakıda, ay demək ki, vaxtı bağışlı onun üzrü istəyirəm. Ay be, Heydər Baba belə dedi. Biri də çıxıb demədi, düz deyirsən ki, o edam ağaçlarını dayandır da, edamları dayandır. Ki, düz deyirsən ki, cəmaata bir çörək yeri tap. Düz deyirsən ki, cəmaata işıq məsələsi var, bərq məsələsi var, işıq məsələsi var, onu həll edə. Düz deyirsən ki, yanacaqların qiymətini bahalatma, benzin bahalanır, ondan filan. Düz deyirsən ki, su məsələsi, su yoxdur. Su məsələsini həll elə. Ona görə hələ qaldı başqa məsələlər ki, sən birisini həll eləyə bilməyirsən. Atdana gəlibsən, lotular kimində Bakıda yerirsən, çəkilir Quli biyaban gəlib. Ki, nə olsun ki sən? Bir də əl çalı zəhdə var bizim demək ki, Türk prezidenti. Nə prezidenti? Bunun nəyi prezidentidir? İran adlanan yerdə hamı ən zirvədə ələ salırlar və Xameneyi də atıb ortaya meymun oynadır və bitərçi orada bir dənə demək ki, bundan istifadələri budur ki, nəhəng Azərbaycanın güneyində nəhəng milli hərəkata arxadan zərbə vurursan, bu da bu işdə ustadır. Çünki bu 45 ildir başlanğıcdan, bu Təbrizdən, bu cocuqluğundan, yəni o gənciliyindən bu işdə demək ki, hazırlanıbdır. Ondan bu iş üçün ismarlayıblar bu adamı. Bəli, bu adam nə Ayçəlili gələcəkdi, nə bir dənə sağı gələcəkdi. Bunlar hamısı boş-boş sözlərdir, Xoxanzad düzəldildilər. Bu adam gətirdilər ki, orada bekarə və təhsil Azərbaycan məsələsində bu necə ki, Bakıya da göndərdilər. Orada bildilər ki, bir dəni demək ki, bu xumarladacaq. Amma bunların daşı da demək ki, qayaya dəyibdir. Ona görə ki, millətlər, özəlliklə Azərbaycan türkləri bir səviyyədədirlər ki, yüksək səviyyə, gənc millətdir. Və bu millət ayıq olubdur, bu millət bilir. Yəni, hətta demək ki, dostun da belə demək ki, yanlış, caydırıcı söhbətinə qulaq asmır bu millət. Aparıcı bir rol daşıyır Azərbaycanın türkləri güneydə və İran adlanan yerdə. Və başqa millətlər də gözü dikiblər Azərbaycana. İndi məsələ budur, başqaları fikirlər ki, Trump gəvur, biz qutaracağıq. Ya məsələ üçün Netanyahu gəvur, qutaracaq. Azərbaycanda belədir, gəlirsən, özün bilərsən, gəlmirsən. İllər öncə, bundan öncə, illər bunu Səddam dönəmindəki Amerika kimi Bush vuranda biz bax, Azərbaycanı vurma. Biri də çıxır deyir ki, necə geçsin İranı vursun. Biz demədik geçsin İranı vursun. Bunlar bilirlər haranı vuracaq. Lətyanda adının yeri, evi orada, adı nədir? Xameneyi orada gizlənir. Lətyanda özləri bilir, öz pasporun da adresi bəlli. Savaşırsınız, gedin sizə savaşanla vururlar. Azərbaycan milləti, bu Türk milləti səndən savaşmır ki. Demək ki, qurunu da o qatma. Necə ki, vaxtı ilə Kürdləri İraqda vurmadın, daşıdın dünyanın o yanda bir yanda barındırdın və bu günlərdə Kürdlərə dahi nə vermirsən ki? Və bəzi vaxtlarda bunlara da başqa boş-boş bir vədələr də verirsiniz. Ona görə də dünənli yox, İsrail gün
bu üzləniraq o PKK-nın o nə deyirsiz, o Qəndildə gizlənən, bəzi vaxt Urumiyyə ətrafında gəlib gizlənirlər, yeyirlər, Tehran rejimi barındırır. Böyük Kürdistan filandan danışırdılar. Qarəylandan, nəm tutmuş, Turanqalxandan, nəmənədən bilənlər. Demək ki, Böyük Kürdistan silahı da qoymayacaq, filan eləyəcək. Bəllidir ki, bunlara hansı vədələr verilibdir ki, birdən-birə demək ki, bu günlərdə də sayaqlayırlar ki, Ərbildən filan yeri hara. Ona görə də ancaq Azərbaycan türkləri də bunu bilirlər. Məsələ budur ki, nədə təkrar edirəm. Sən gələsən Amerika gəlməyə, burada problemlər çözülməyəcək. Gəlməyə bu rejim aşacaq. Demək ki, bu rejim bir yerdən qorxuları da budur. Misal üçün, o günləri bu Xubraqan məclisi deyilən seçilmiş adamlar ki, mallalar, orada bu adamın nə deyirsiniz, quşqondurmaz bu Pezeşkiyan, Puzbəndiyan orada çıxışında deyildi ki, məni məcbur eləməyin da sizin əksinizə bir mövqedə bulunam ki, yəni məzaddır ki, yəni heç zat həll olmur. Yəni əl qoyuram o deyil. Əl qoyuram heç zat düzəlmir və filan eləmir. Yəni ayət doğrudan da demək ki, rejimin ətrafında olan 10 minlərcə pasları, bəsicisi, rejimin öz adamları filanı ki, yapılanıblar. Bunlar əl götürəcəklər milyardlarla demək ki, talamadan filan. Baxın, görün İran adlanan yerdə bunlar hər gün hərəsi bir mövqe tuturlar. Hər gün demək ki, hərəsi bir hava çalırlar. Ona görə ki, bunların da mənfəətləri başqa-başqa şeydədir və qorxuya düşüblər. Qorxuları da budur ki, demək ki, bu İran adlanan yerdə özəlliklə Azərbaycanda. Siz hesab eləyin ki, İran adlanan yerin özü bu mallaların işğali altında bir türlü. Malla işğali özləri deyirlər. Azərbaycana gəldiksə, Türk millətinə gəlsə, biz işğalçının işğalındadırıq. Yəni, müzahif deyirlər, iki türlü işğal deyir. Yəni, demək ki, işğalçı gəlib, demək ki, təzədən Azərbaycanda da onu davam etdirir. Ona görə də Azərbaycanda bu millət doğrudan da neçə tərəfli savaşır. Millət neçə tərəfli savaşır və demək ki, o özəlliklə də bu hərəkat bir demokratik hərəkatdır. Rejim də çox gözləyir ki, bir yerdə demək ki, Azərbaycanda demək ki, filan yerdə bir silah tapdıq, nəm filan tapdıq. Millət də deyir ki, yox, hələ vaxtıyladır, lazım deyil hələ. Hələ biz milyon hərəkət ediyoruz, hər fürsətdən istifadə edəcəyik. Bu günləri bir dənə çadıra çarşab məsələsində demək ki, Kürdlər atırdılar ortaya, çağırdılar, Azərbaycanlılar gəlin də siz də bizlə zəncənə azadlıq eləyin, istiyor qadınları azadlıq eləyin. Sən kimsən gələsən Azərbaycanda demək ki, mənim demək ki, qızıma ondan sonra ailəmə... Əjdər müəllim, öncə bu nüvə məsələsini, İran-Amerika məsələsini bitirək, o məsələyə keçəcək. İndi istər-istəməz İranda olan demək olar santrifüjlər yığışmaq məcburiyyətindədir. İndi Amerika tərəfindən ya İran tərəfindən sizin nəzərinizə, sizin baxışınıza görə bu Amerika İranın demək olar o yerlərdə ki, ancaq nüvə azmaşgahları var, ya santrifüjlər ki, orada demək olar yönətir, qabağa aparır. Onları Amerika yığışdıracaq, ya İran özü hər hansı Amerika ilə danışıqda razılığa keçəcək və bunları öz yığışdıracaq. Sizin nəzərinizə hansı olacaq? Amerika yığışdıracaq, bir müharibə olacaq, savaş olacaq, yox, İran bu zillətə baş əyib və bunu öz yığışdıracaq. Demək ki, məsələdir budur ki, bu günləri Vitkaf açıqcasına dünəndən də 24 saat həttəmən siz də baxırsınız, deyirsiniz, bütün mediada gedir. Yəni, demək ki, Vitkaf da dünənlərdə deyildi ki, açıqcasına o Trump da bir iki dənə danışığında söylədi ki, Fox News-da da, başqa yerlərdə də, yəni dedilər ki, konkret, bu ciddi bu söhbətin üstə gedirik, gördünüz ki, bu günləri bunlar Məskətdə o fənni qrupu da aparmadılar. O texniki tərəf ki, qruplarına getməlidir, danışa keçən dəfədə oldu, aparmadılar tək başına və bu günlərdə Əraqçı da məcbur olaraq, bəzi o Əraqçı boş-boş sözlər danışır, amma məcbur olaraq elan elədi ki, Tehran rejimi Vitkafın təkliflərindən razı deyil. Tutardı ki, şmat, razı deyil. Vitkaf nə deyildi? Vitkaf deyir ki, Trump deyir ki, sən bu silahları demək ki, bu zadı yığışdırasan, orada qidalandırmayasınız nüvəni, qutardı. Yəni, demək, Forduda, Nətənzidə, ondan sonra İsfahanda və demək, neçə hələ bunlar bəzilərdir. Amerika yerlərin bilir, İsrail də bilir, haralarda artıq yerlər var. Bunlar özləri də deyirlər, gizlətmişik haralarda.
O da qorxudadılar. Ona görə də bu günlərdəki açıqcasına baxın, bunlar 1000 dənə görürsən söz deyirlər, deyirsən yox, bir dənəsi o düzdür. O da nədir? Bu günləri Əraqçı da dedi ki, yəni Tehran rədd elədi Amerikanın istəyi. Amerikanın istəyi nədir? Füzələri yığışdırmalısan, ondan sonra yan terrorist qrupları dayandırmalısan. Ona görədir ki, Trump demək ki, mənim qənaətimə görə Trump da açıqcasına Houthilər deyəcəyin ki, atəşkəs, yəni keçən həftə demək ki, Romada danışıqlarda ondan bir gün qabaq yadınızdadır, Trump Oman padşahı ilə danışdı. Yəni məsləhətlər, ondan sonra Omanın xarici işlər naziri demək Housilərlə danışdı. Əvvəl fikir edilir ki, Tehranla danışacaqlar məsləhətlərlə, amma göründü ki, Tehran, Amerika bu Oman padşahının əli ilə, onların da bir dənə xarici işlər nazirləri var. Yəni Housilərlə bir dil tapırlar ki, yəni bu Tehran rejiminin yan qruplarını hər türlü olmuş olsa, sonuncusu elə bu Housilərdir Yəməndə. Bunların hamısını sakitləşdirsinlər və bunun içində də onda da ya İsrail, demək ki, Amerika da deyir ki, vursuq əgər buna başçılıq edəcək İsraildir. İsrail əsas bu işi aparacaq. Amerika bunu deyir. İsrail də bunu hər tərəfli hazırdır. O birisi tərəfdən də bir dənə də orada bir məsələ var. Netanyahu'nun başqa yolu yoxdur. Necə ki, Tehran rejiminin yolu yoxdur ki, demək ki, verməlisən hər şeyi, cami zəhri yox, zəhər nehrəsini başına çəkməlisən. Ondan sonra heç yol da yoxdur, qaçış yolu da yoxdur. Ona görə də ya da ki, demək ki, savaşa hazır olmalısan. Savaşa da sən, amma burada Netanyahu'nun da yolu yoxdur. Netanyahu həm Nazirlər Kabinetində, həm İsrailin içində Netanyahu və İsrail neçə bu son 2 ildə belə vurub yolu hamarlayıb, Livanı vurub, Nəsrullanı öldürüb, Yahya Sinvarı öldürüb, Qazzəni püskünə qoyub, güclü mövqedən də çıxış eləyib, Suriyədə bəşari dərbədər eləyib, bu günlərdə uçaqları harda istəyir Suriyəni vurur, İraqı qorxudub oturdub yerində, Housiləri o günləri bir dənə hücumla gördü ki, gözü qanını gəlir, vurur və deyişim verir. Əgər Trump ortaya girməsəydi bu həftə içində xaraba qoyacaqdı. Yəni imkanları var. Ona görə də Netanyahu da ya gərək məhkəməlik ola, gedə məhkəməyə. Orada demək ki, neçə dənə bunun iddiamı vardı və bunun rəqibləri və filanı sıxındıra və Nazirlər Kabineti də İsraildə çox belə nə deyirsiniz, bir əhnəz durumdadır. O demək ki, sağ qanat hər an ya vur, ya savaş, vur, qır, qutar bunlarla. Ona görə də Trump bağışdan üzrəm, Netanyahunun başqa yolu yoxdur. Tehran rejimi də çalışır ki, burada demək ki, Səudi Ərəbistanın əli ilə, Əmaratın əli ilə çalışsın ki, etkiləsin Amerikanı, Amerika da İsraili, amma bir yandan da hələ İsrailə bağışdan Səudi Ərəbistana getmədən bir dənə quş buraxdı ortaya. Trump dedi ki, mən gedirəm oradakı deyəcəyəm ki, burada demək ki, Körfəz Xalicil Ərəbidir. Yəni Trump tapır lapdan birdən-birə Tehran rejiminin içinə, çölünə, hamısına demək ki, bunların halına bir dənə nə deyirsiniz, duz söydü bunların halına. Bunlar da atıldılar, xaric, daxil, hamısı tətəpətiyə düşdülər. Necə Xalici Ərəbi? Xalici Ərəbi təhdə bu deyir axı, 3 dənə də kiçik tom dedikləri kimi böyük tom, bir də Musa adında Əmarat istəyir. Bunlar Rusiyada, Amerikada, Avropada bundan razıdır. Yəni Tehran rejimi... Əzizə müəllim, bağışla mən sözün arasına girəm. İran bunun nəyindən narahat? İran bunun nəyindən üzülür? O halda ki, İranın bütün anayasası demək olar Ərəbçadır, Ərəb tökümü iləndir. Bilmirəm, İranın o Xalicdəki vardı, orada bütün ərəblər yaşayırlar. O halda ki, İran bu Xalici, bilmirəm, indi Fars olar, yəni əgər Amerika ya hər hansı dünyada yaşayan ölkələr istəyirlər Ərəb Xalici orada adlandırırlar. İran Güney Azərbaycanda ya başqa bölgələrdə olan çox adları dəyişdi. Türkçə adları Farsı etdi, Farsı elədi və hala buna davam verir. Əgər İran bu Xalici demək olar, indi özü deyən Farsa bu qədər etirazı var və niyə bu qədər cinayətlər özü bu torpaqlarda, demək olar, Fars yaşamayan torpaqlarda yaradıbdır və buna bu gün İranın gerçəkdən cavabı nədir? Bir dənə Xalici ərəbini təhammül eləyə bilmir. O halda ki, orada gerçəkdən ərəblər yaşayırlar, o halda ki, onun indi gerçək adı da elə Xalici ərəbi olmalıdır. Çünki dediyim kimi İranın anayasasına da baxsan, İranın
düyünlərinə, toylarına baxsan, İranın ölü yerlərinə baxsan, hamısının ərəb kültürü ilə qabağa gedir. Sən bir dənə adın üstündə niyə bu qədər hay-havar salırsan? O halda ki, dediyim kimi, iç məsələn kullən sənin ərəb qanunlarındandır. Buyurun. Siz çox doğru bir məsələyə toxundunuz doğrudan da. Yəni demək ki, illər boyudur ki, Tehran rejimi və Fars dövlətçiliyi demək ki, ərəb